Bayram günlərində necə qidalanmaqla bağlı hamıya lazım olan, hamıya fayda verəcək məlumat dolu bir süjetimiz var. Novruz süfrəsi çox zəngin və çeşidli olur. Amma bu zənginlik bəzən kalori qəbulunu artırır. Məhz bu bayramda şəkərbura və paxlavanı daha çox istehlak edirik. Novruz bayramında paxlava çox yeyirəm, paxlavayı çox sevirəm. Hər kəsin Novruz bayramında qutlu olsun. Yox, zararlı deyildir. Ayda yılda bir dəfə oluyor. Şəkərbura paxlavanı normalda xoşlayıram, özüm şirniyyat xoşlayıram. Amma qədərində yemək lazımdır. Çünki yəni onsuz da yeməkdən falan bayramda çox yeyirik. Yəni qədərində yeməsək bu sonradan problem olur da. Bayramda hər bir insan yeməlidir, qidalanmalı. Çünki milli bayramımızlardan biridir. Həddindən artıq yemək təbii ki olmaz, çünki şirniyyat ziyandır. Amma dəyərində yemək olar. Yeyirik, yəni şəkər insana ziyandır, amma ki çox yeyəndə ziyandır da. Yəni miqdarında yesən o qədər də ziyan deyil. Bəs Novruz bayramında əsasən hansı qidalara üstünlük verilməlidir? Mayonez və salatın əsas inqrediyentlərindən biri olan yumurta. Bilirik ki, bunlardan hazırlanmış salatlar saxlama rejiminə riayət edilmədikdə qida zəhərləmələrinə gətirib çıxara bilər. Ona görə də ümumiyyətlə salatlar hazırlandıqdan sonra uzun müddət süfrədə saxlanılmamalı və soyuducuya yerləşdirilməlidir. İsti yeməklərə gəlincə isə ət, toyuq, balıq yeməkləri qızartma və yağlı deyil, sobada hazırlanmış xörəklərə üstünlük verilməsi məsləhətdir. Bayram günlərində qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Kifayət qədər ağır yeməklər olur. Plovun özü ağır yemək hesab olunur və bir də bunun üzərindən çayla şirniyyat yemək yüksək kalori göstəricilərinə malik olduğu üçün şirniyyat təbii ki, mədə-bağırsaq sistemində gələcəkdə ciddi problemlər yarada bilir. Amma həmin ərəfədə mədədə ağırlıq hissi, eyni zamanda bağırsaq funksiyasının pozulması nəticəsində qəbizliyə və ümumi diskomfortluq hissinin yaranmasına gətirib çıxara bilər. Görünən odur ki, bayramda yeməkləri tədricən və müəyyən miqdarda qəbul etmək daha faydalıdır. Təbii ki, xüsusi şirniyyatları və yeməkləri biraz daha çox yemək normaldır. Lakin bu zaman bədənin ehtiyaclarını da nəzərə alaraq orta miqdarda qalmaq daha yaxşıdır.